Salam, hər vaxtınız xeyir. Mən Fes Akademinin təlimçisi və 4-cü siniflər üçün olan monitoring vəsaitinin müəllifi Firuzə Hüseyni. Bugün sizə monitoring sınağı üçün riyaziyyatının suallarının izahını verəcəm. Elə isə başlayaq 31-ci sualdan və suallara keçməzdən əvvəl qeyd edim ki, hal-hazırda işləyəcəyimiz suallar mövzu sınağı olduğu üçün də, məsələn, mərtəbə, sinif, qiymətlər, yuvarlaqlaşdırma, artan sıra, azalan sıra, yəni bu mövzuları əhatə edəcək. Bizə deyir ki, 5825 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqca nəticə neçə olur? Gəlin gedək yüzlüyü tapaq. Təklik, onluq, yüzlüyüm 8-dir. 8-dən sonra 2 gəldiyi üçün 8 olduğu kimi qalır və son 2 ədəd də sıfırlanmış olur. Ona görə də cavab 31-də B bəndi olmuş olacaq. 32-yə baxırıq. 2 rəqəminin mərtəbə qiyməti neçədir? Mərtəbə qiyməti dəyişməzdir. 2-ni saxlayırıq. Özündən sonra 3 ədəd olduğu üçün 3 sıfır qoyub cavabı B bəndi alırıq. 33-cü sual. Açıq şəkildə verilmiş ədədi onluqlara qədər yuvarlaqlaşdırın. Gəlin yuvarlaqlaşdıraq görək neçə olacaq. Birinci, bunları bu formada yazacağım ki, siz də daha rahat görmüş olasınız. Baxın, bunları elə qaldırsam yuxarı, yəni 9 gəlsə bura, 2 gəlsə bura, 4 gəlsə bura, 6 gəlsə bura, elə yəni toplayanda mənim ədədim alınmış olur. Onluqlara qədər yuvarlaqlaşdırma deyir deyə. Onluqla da baxıram ki, 4-dən sonra neçə gəlibdir? 4-dən sonra 6 gəlibdir, düzdürmü? 4-dən sonra da 6 gəldiyi üçün 4, 5 olur. 6 isə 0-a keçir. Yəni, cavab olacaq A bəndi. Aşağıdakı ədədləri kiçikdən böyüyə doğru düzgün sıralayın. Gəlin kiçikdən böyüyə doğru sıralayaq. Birinci, bu böyüdür. Biz elə birbaşa kiçikdən seçək. Ən kiçiyim hansıdır? 1, 2, 3, 4. Yəni, nə alındı? C, D, A, B. Yəni, cavab olacaq 34-də A bəndi. Gördüyünüz kimi suallar hamısı, yəni mövzuları əhatə edir. Vəsaiti yalnız monitorinqə hazırlaşmaq üçün deyil, eyni zamanda mövzu sınaqları işləyərək də şagirdlərdə biliklərin möhkəmləndirilməsi üçün rahatlıqla istifadə edə bilərsiniz. 35-ci sualda deyir ki, bir ədədin 10 minliklər mərtəbəsindəki rəqəm 9-dur. Digər bütün mərtəbələr 0-dır. Baxın, burada elə nə qədər 9 var. Burada 1 var. 10 minliklər mərtəbəsindəki deyir 9-dur. Təklik, onluq, yüzlük, minlik. Burada 10 minlik yox, minlik olmalıydı ki, bizim cavabımız düz çıxsın. Minliklər mərtəbəsi olan zaman, bəli, həqiqətən də cavabımız D bəndi alınır. Çünki 9000 minliklər mərtəbəsindəki rəqəm 9 olur və cavabımız da 9000 alınmış olur. Yəni, burada 8 olmamalıdır. B bəndində isə ümumiyyətlə 9 yoxdur deyə o cavabı götürməyə dəyməz. 36-cı suala baxırıq. Bir ədəd 98765-dir. Bu ədədin yalnız onluqlar və yüzlüklər mərtəbəsindəki rəqəm dəyişsəydi, yeni ədədlə əvvəlki ədədin fərqi neçə olar? Baxaq, onluğum və yüzlüyüm tapdım, dəyişirəm indi. Yeni ədədim budur, əvvəlki ədədim daha böyükdür, yəni 765-dir. Fərqin istəyir məndən. Görək fərqimiz neçə olacaq? 9, 0, yəni day 0-ı yazmırıq, bilirsiniz, çünki qalan hamısı 0 olur, ona görə də cavab olacaq C bəndi. 37-ci suala baxırıq, aşağıdakılardan hansı artan sıraya uyğun olaraq düzülməyib? Yəni, səhv düzülən sıranı istəyir bizdən. 21345 kiçikdir 21543-dən, o da kiçikdir 654-dən, yəni bu doğrudur.
Baxın, burada 1-dir, burada 101-dir, burada 201-dir. Bu da doğrudur. Burada 0-dır, burada 5-dir, burada 16.000-dir. Ümumiyyətlə daha da böyüyüb, doğrudur. B-yə baxırıq. 123, 321, 321 lakin 213'dən böyüdür. Burada isə yanlış olaraq qeyd olunub. Qanuna uyğunluğu müəyyən edin. 500 vahid kiçilibdir. 500 vahid kiçilibdir. 500 vahid kiçilibdir. Deməli, mən də 500 azaldıb, cavabı 8000 A bəndi almalı olacam. Yəni, 38-də cavab A bəndidir. Ədədində deyir, 701.432 ədədində minliklər mərtəbəsinin mərtəbə vahidi sayı ilə minliklər mərtəbəsinin mərtəbə vahidi, yəni minin içində bir dənə min var. Yüzlüklər mərtəbəsinin mərtəbə qiymətinin cəmini tap. Yüzlüklər mərtəbəm 4-dür, mərtəbə qiymətim isə 400-dür. Cəmin istəyir, o da olacaq 401 C bəndi. 40-cı suala baxırıq. Ədədində 10 minliklər mərtəbəsindəki rəqəmi 2 vahid artırsaq, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 2 vahid artdı, oldu 8. Təkliklər mərtəbəsindəki rəqəmi 2 vahid azalsaq, təkliklər mərtəbəsindəki rəqəm isə 5-dir, 2 vahid azalanda isə olacaq 3. Alınmış ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda neçə olar? Alınmış ədədimiz neçə oldu? 84.233. Yüzlüyüm 2-dir. Gəlin yuvarlaqlaşdıraq. 84.200 alınacaq. Və alınmış ədədi yüzlüyə qədər ədəd deyir neçə oldu? 84.200, yəni cavab olacaq 40-da B bəndi. 41-ə baxırıq. Aşağıdakı ədədlərin hansında onluq və təklik mərtəbəsindəki rəqəmlərin cəmi 15-ə bərabərdir? Onluq və təklik, gəlin tapaq. 5 ilə 2-nin cəmi 7, 7 ilə 6-nın cəmi 13, 8 ilə 7-nin cəmi 15, 3 ilə 9-un cəmi 12. Yəni 41-də cavab B bəndidir. Və qeyd edək ki, vəsaitimizi əldə etmək üçün istənilən kitabxanalara yaxınlaşa bilərsiniz rayonda və yaxud da 055 527 2599 nömrəsinə yazaraq da kitabımızı sifariş verib çatdırılma ilə əldə edə bilərsiniz. Aşağıdakı ədədlərin hansını deyir? Onluğa və sonra yüzlüyə yuvarlaqlaşdırda, yəni eyni nəticə, dəyişməyən nəticə o deməkdir ki, eyni nəticə. Bunu yüzlüyə qədər yuvarlaqlar. Əslində cavab görünür 399 olduğu, çünki 2 dənə 9 yanaşı gəlibdirsə, deməli orada ki, bir iş var. İndi gəlin baxaq görək necə olacaq. Bunu yuvarlaqlaşdıranda onluğa qədər 350 edir, yüzlüyə qədər isə 300. Onluğa qədər 350 edir, yüzlüyə qədər isə 400. Onluq halında da elə 360, yüzlük halında 400. Onluq halında da 9-dan sonra 9 gəldiyi üçün bu birbaşa 400-ə keçir və yüzlük halında da 400. Aşağıdakı ədədlərdən birini 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda fərqli cavab alınır. Baxın, demək ki, biz kitabı 4-cü sinifin artıq proqramı üzrə hazırlamışıq ki, mövzular tarix etibarı ilə də üst-üstə düşsün. Bu mövzu siz artıq yuvarlaqlaşdırmanı keçdikdən sonra düşən mövzudur. Lakin yalnız yuvarlaqlaşdırma ilə kifayətlənməmişik sınağın içində. Səbəb də odur ki, əvvəlki mövzularda şagird xatırlasın deyə biz bura mərtəbə qiyməti, mərtəbə vahidləri, artan, azalan sıradan da suallar əlavə etmişik ki, şagirdlərə köməklik göstərsin. Aşağıdakı ədədlərdən birini 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda fərqli cavab alınır. Gəlin yuvarlaqlaşdıraq. 4-dən sonra 5 gəlib deyə bu olacaq 50.000. 5-dən sonra 2 gəlib deyə bu da 50.000 olacaq. 4-dən sonra 3 gəlib deyə 4 dəyişmir 40.000. 4-dən sonra 8 gəlib deyə artır yenə də 50.000. Fərqli olan cavab C bəndidir. Daha sonra baxırıq 44-ə. Deyir ki, ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 4600 alınır. A və B-nin yerində hansı rəqəmlər ola bilər? Gəlin baxaq. 4600 alınırsa, ya burada A-nın yerinə 4 qoyacağım, 5 qoya bilmərəm. Ona görə D bəndi getdi. 4-dən sonra isə 6000 alınmalıdır, düzdürmü? Gəlin baxaq. Biz A variantını qoysaq, əgər burada alınacaq 4547.
5-dən sonra 4 gəldiyi üçün mən bura 5 qoyanda bu ona təsir eləmir. 600 alınması üçün elə neynəmək lazımdır? 6-nın özünü qoymaq lazımdır ki, cavab 4647 yuvarlaqlaşdırdıqda 4600 da alınsın. Çünki 4-dən sonra da 4 qoyduqda yenə də 4400, yəni alınmır. Daha doğrusu 4447 600-ə çatmır. Ədədində deyir 10 minliklərə görə yuvarlaqlaşdırdı, eyni ədəd alınırmı? Gəlin baxaq. 10 minliklərin altından xətt çəkirəm. 4-dən sonra 9 gəlib deyə 50 min, 5-dən sonra 0 gəlib deyə dəyişmir 50 min. Bəli, ikisi də 50 min alınmış olacaq. Yəni 45-də doğru cavab A bəndidir. 46. Bir mağazada 4 məhsul var. Məhsul A-nın qiyməti 147 manatdır, məhsul B 183, məhsul C 268, məhsul D isə 322 manatdır. Hansı iki məhsulun qiymətini 100-liyə qədər yuvarlaqlaşdırsaq, cəm 500 edər. Gəlin 100-liyə qədər yuvarlaqlaşdıraq. 147 edir 100, 183 edir 200, 268 edir 300, 322 isə edir 300. Cəm hansında 500 olur? Əlbəttə ki, ya məhsul B və C-ni seçmək lazımdır, ya da B və D-ni seçmək lazımdır. Çünki yenə də 300-dür. B və D cavabda yoxdur. B və C var. Ona görə də cavab C bəndidir. Müəllim dedi, mən bir ədədi minliyə qədər yuvarlaqlaşdırdıqda 2000. 2000 bu 3000 alınır. D getdi. 100-liyə qədər yuvarlaqlaşdırdıqda 2500. Bəli, hər biri 2500 edir. 10-luğa qədər yuvarlaqlaşdırdıqda isə 2470 alınır. Bu 95-dir, bu 83-dür, 68-dir. 6-dan sonra 8 gəldiyi üçün keçir 7-yə və 8 sıfırlanır. Yəni 47-də cavab A bəndidir. 48-ə baxırıq. 10, 15, 21, 28 və sıra B-ni veribdir. 12, 18, 25, 33. Növbəti iki ədədin cəmini istəyir. Qanuna uyğunluqla baxmaq lazımdır. 10-un üzərinə 5 gəlmişik. 15-in üzərinə 6 gəlmişik. Üzərinə 7 gəlmişik. Deməli, üzərinə 8 gələcək. Edəcək 36. Üzərinə 6 gəlmişik. Üzərinə 7 gəlmişik. Üzərinə 8 gəlmişik. Deməli, üzərinə 9 gələcək. O da edəcək 42. Bunların da cəmini istəyir bizdən. Yəni, cavab olacaq 78 D bəndi. 476.378 ədədində minliklərin sayı ilə mində neçə ədəd sıfır olur? 3 ədəd. Deməli, mən 3 dənə ədədi görməzdən gəlirəm. Deyirəm ki, bu ədəddə 476 minlik var. Onluq mərtəbəsində duran rəqəm 7-dir. Duran rəqəmin mərtəbə qiymətinin cəmi. Onluq mərtəbəsində duran rəqəmi tapdım. 7-dir. Mərtəbə qiyməti olacaq 70. Cəminin, gəlin tapaq cəminin. Rəqəmləri cəmin. 9 ilə də 6-nı toplayanda cavab edir 15 B bəndi. 50-yə baxırıq. 24 üstəgəl x bərabərdir 36. Bərabərsizlikdən də sual düşmüşdü. Hətta yəni bu formada düşmüşdü. Yəni ona görə bərabərsizlik mövzusuna da çox çalışmaq lazımdır. Biz buradan x tapmaq üçün əlbəttə toplama olduğu üçün digər tərəfə keçəndən də məhsul toplananı tapırıq da bir növ çıxmadan istifadə edirik. Yəni 36-dan 24 çıxırıq. X da kiçikdir 12-dən. X 12-dən kiçikdirsə, deməli ən böyük ədəd biz bura 11 yaza bilərik. Ona görə də 50-də cavab olacaq C bəndi. Vəsaitimiz 22 mövzu sınağından ibarətdir və yekun sınaqlardan ibarətdir. İlkin olaraq dediyimiz kimi mövzu sınaqlar dərslik proqramına uyğun olaraq tarixləri nəzərə alaraq hazırlanmışdı. Şagirdlər bunu istənilən vaxt işləyərək, yəni mövzunu keçdikdən sonra biliyini ölçə bilərlər. Yəni həm müəllimə, həm də valideynlər şagirdin biliyini ölçməyə, zəif olan cəhətlərini üzə çıxartmağa kömək edən bir vəsaitdir. Və qeyd edim ki, daha sonra isə yekun sınaqlar başlayır.
Yekun sınaqlarda da qarışıq tiplərdir. Əsl, yəni imtahana hazır olacaq modellərdir. Həm indiyə qədər düşmüş modellər, eyni zamanda bundan sonra da düşməsi ehtimal olunan modellər həmin öz əksini bu vəsaitdə tapmışdı. Yenə deyirik, vəsaitimizi əldə etmək üçün ekranda gördüyünüz 055 527 2599 nömrəsinə yaza bilərsiniz və yaxud da vəsaiti əldə etmək üçün kitabxanalara da yaxınlaşa bilərsiniz. Ədədi deyir 10 minliyə qədər yuvarlaqlaşdır. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Yəni olacaq 990 min. Onluğa qədər yuvarlaqlaşdır. Zaten onluğum yoxdur, olduğu kimi qalır. Düzgün müqayisəni istəyir. Əlbəttə heç davamını yazmıram. Eyni saydır, rəqəm sayı eynidir. 99-dursa 98-dən böyükdür. Deməli, A böyükdür B, 52-də cavab olacaq A bəndi. 53-ə baxırıq. Ədədində 10 minliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti neçədir? Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 4-dür. Mərtəbə qiyməti 4 olduğu kimi saxlayırıq. Özündən sonraki 4 ədədin yerinə 4 0 qoyuruq. Yəni cavab deyilir 53-də B bəndi. B bəndidir, bəli. 54-ə baxırıq. Ədədində minliklər sinifinə aid olan rəqəmlərin cəmini istəyir. Təkliklər sinifi, minliklər sinifi. 2 üstəgəl 0 üstəgəl 8 cavab edir 10 B bəndi. 55-ə baxırıq. Aşağıdakı ədədlərdən ən böyüyü hansıdır? Gəlin baxaq. Rəqəmlər eynidir. Deməli biz böyüyü seçməliyik. Burada 4 gəlib, məsələn 6, deməli bu olmaz. 6-dan sonra 0 gəlib. Burada da 4, 9 gələni seçirik. Ona görə də cavab B bəndidir. Heç oxumağa ehtiyac yoxdur. Gördüyünüz kimi rəqəmlərə baxanda onsuz da görünür. Son 3 sualı isə, daha doğrusu son 5 sualı isə açıq tip etmişik. Çünki keçən monitoring imtahanında da, yəni ondan əvvəlki illərdə də mütləq ki açıq suallara da yol verilir. 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda ədədim neçədir? Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyə qədər yuvarlaqlaşdıranda ədədim artıq nə qədər azalmış olacaq? 3456 vahid azalmış olacaq. Düzdürmü? Ona görə də cavabımız 3456-dır. Baxın, keçən il 2025-ci il imtahanda düşən tipdəndir. Vəsaitimizdə yer alıb. B 100-ə həm kiçikdir, həm də bərabərdirsə, biz onda 100-ün özünü də götürə bilərik. 99 da götürə bilərik, 98 də götürə bilərik. Bunların isə cəmi neçə edəcək? 9, 297. 58-də deyir, ədədin milyonluqlar mərtəbəsi. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq, 8. Ədədinin 5 artığı, yəni 8 üstəgəl 5 cavab edir 13. Sadəcə orada mərtəbələri tanımaq lazımdır. 59 yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 3500-ə bərabər olan ən böyük və ən kiçik ədədlərin cəmini istəyir. Gəlin baxaq. Biz bura ən kiçik 3450 yaza bilərik. Çünki 49 yazdıq, artıq 3400-ə yuvarlaqlaşacaq. Ən böyük isə yaza bilərik. 3549. Bunların da cəmi edəcək 6999. Son suala baxırıq. Bu da imtahanda düşən tiplərdəndir. 412 ədədindən əvvəl gələn ilk 2 ardıcıl cüt ədəd. 412-dən əvvəl 10 gəlir, bir də 408 gəlir. Bunların cəmi edir deməli 818, rəqəmləri cəmi də 17. Yəni cavab 17. Hər sınağın sonunda isə şagirdlərə motivasiya verməsi üçün onlara belə həm maraqlı faktlar əlavə etmişik, həm də suallar. Məsələn, burada da belə bir yazı qeyd etmişik ki, beynin 70% sudan ibarətdir. Hər dəfə su içəndə beynin sanki təzələnir. İndi bir qurtum su iç, dincəl və növbəti sınağa daha güclü başla. Növbəti sınaqlarda görüşənədək hələlik.